Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 19-da Bakıda və Abşeronda havanın arabir dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, cənub-qərb küləyinin səhər, şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Temperatur gecə 2-5, gündüz 7-10 dərəcə isti, atmosfer təzyiqi 773 mm civə sütun olacaq. Naxçıvanda da sabah gün ərzində yağıntı ehtimalı yoxdur. Bəzi yerlərdə duman gözlənilir. Temperatur 6-8 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da dekabrın 19-da yağıntı ehtimalı yoxdur. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.